cəmiyyətimiz sanki ortaya bir bomba atılmış kimi bir təəssüratdadır. Nəyə görə? Çünki bir 90-ın sonlarından etibarən, 90-cı illərin sonlarından etibarən Azərbaycanın tikinti sektoruna qədəm qoyan, iş dünyasına qədəm qoyan bir insan 2025-ci ilin aprel ayında gəlir və deyir ki, filan sahələrdə ciddi problemlər var, nə bilim, negativlər var. Bunu ittiham olaraq demir, faktları sadalayaraq həm də cəmiyyətə çatdırır. Mən öncə Fazil bəy, bir millət vəkili olaraq həm də bu sahələr, orada adı çəkilən demək negativ sahələrlə bağlı, həm də müəyyən araşdırmaları olan, fikirləri olan bir insan kimi sizdən soruşmaq istəyirəm. Bu belə deyək, bu müsahibə Azərbaycan gerçəklərini və negativlərini mi ortaya çıxardı, yoxsa buna sadəcə bir iş adamının özünü xilas etmə çabası kimi baxmaq lazımdır? Burada əslində məsələ kimin üçünsə kifayət qədər aktual ola bilər, kimin üçünsə sıradan bir məsələ kimi baxıla bilər. Bu müqəddəsliyə baxılan subyektiv mövqe kimidir. Məsələn, Ayasofya nə qədər ki xristianların məbədi idi, müsəlmanlar ona müqəddəs baxmırdılar. Elə ki, Ayasofya məscidə çevrilən kimi müsəlmanlar üçün də müqəddəsləşdi. Eynilə bütün cəmiyyətlərdə olan şəxsiyyətlərə münasibət də elədi, dində olan şəxsiyyətlərə də münasibət elədi. İndi bir nəfər Azərbaycan cəmiyyətində bu cür sensasiyalar birinci dəfə olmur. Sübut eləmək istəyib ki, mən savadsız olsam da qabiliyyətim var, qabiliyyətimə görə gəlib böyük bir imkan sahibi olmuşam və imkan sahibi olmağımda da rolu alimləri doğru idarə etməyimdə olub. Həqiqətən də indi alimin funksiyası pul yığmaq deyil, pul qazanmaq deyil. Alimin funksiyası öz düşüncəsini, intellektual məhsulunu hansısa formada cəmiyyətə təqdim eləməkdir. Bunu bir iş adamı da onu öz himayəsinə götürüb elətdirə bilər, dövlət də götürüb elətdirə bilər, ya başqaları da. Ona görə də yəni burada məncə çox bizim gözlədiyimiz bir hadisə baş verməyibdir. Sıradan insan fikirlərini açıqlayıbdır və bəzən də biz bu məsələlərin üzərinə gedəndə cəmiyyətdə çox insandan səmimiyyət gözləyirik. O səmimiyyətlə nəyisə demək istəyən insanlar belə gizlənməyə başlayacaqlar ki, mən səmimi nəyi deyim. İndi insan öz dünya görüşünə görə fikirlərini açıqlayır. Fikirləri təbii ki, nöqsanlı fikirlər var, müəyyən cəmiyyət həyatında qəbul olunması mümkün olmayan görüşlər var. Məncə bundan daha acınacaqlı cəmiyyətdə faciəli başqa bir proses baş veribdir. Yəni mən bu məsələni cəmiyyətin diqqətinin yönəlməsini da normal qarşılayıram. Çünki biraz bizim daha çox əyləncə modeli kimi bu məsələlərə baxışımız var. Yoxsa bunun hansısa bir nəyinsə ifşa olunması, nəyinsə üzə çıxması kimi baxılmasından daha çox əyləncə kimi baxılması, mizah kimi baxılmasına yönəlik bir tendensiyanı görürəm. Amma ən böyük faciə bilirsiniz nə baş verdi? Bu günlərdə qısa metrajlı bir film çəkilib. Bu filmin demək çəkənlər hansısa bir bölgənin adını çəkiblər və bu bölgənin demək adını çəkmək bir qəbahət sayılıb və yaradıcı insandan üzr istənib ad çıxarılıbdır. Bu bilirsiniz nə deməkdir? Bu Azərbaycan cəmiyyətinin gələcəyində yaradıcı insanın gözünün qorxudulması və hər kəsin yaradıcılıqdan uzaq olaraq mühitin mövcudluğunu qoruma, mühafizəkarlıq xarakterində öz həyatını davam etdirməsi deməkdir. Yəni bu cəmiyyətdə artıq düşüncə, hansısa bir şəkildə nəyəsə münasibət bildirmək olduqca çətinləşməyə başlayacaqdır. Və burada ən böyük acınacaqlı durumlardan biri odur ki, yaradıcı insan özü öz cəsarəti ilə özünü müdafiə etmə xarakterinə sahib deyil. Yəni mən bunu yaratmışam, axıra qədər də müdafiə edirəm, düzgün yaratmışam. Yəni təsəvvür edin, sabahları mən bir əsər yazıram, bir kəndin adını çəkirəm, o kənddə kriminaldan yazıram. O kənddə deyək ki, hansısa bir oğurluqdan yazıram. Bu kəndin cəmaatı töküləcək ki, bizim kənddə oğurluq ümumiyyətlə olmur, bizim kənddə heç kimi öldürmürlər, bizim kənddə ümumiyyətlə xəyanət olmur. Bu yanaşma əslində Şərurlu İsfəndiyarın məsələsindən çox faciəli bir vəziyyətdir. Yəni, vaxtilə bir rejissorun, bir yaradıcı adamın yanaşmasına münasibət də onu göstərir. Vaxtilə, baxın, indi erməni mövzusu bizdə həssas mövzuydu, Əkrəm Əhlisti mövzuda yazanda insanların təbii refleksini anlamaq mümkün idi. Amma indi artıq hansısa bir şəkildə hərənin müəyyən elədiyi bir müqəddəslik var. Məsələn, müqəddəslik subyektivdir də. Siz bir kəndinizin yanında yerləşən bir piri müqəddəs saya bilərsiniz. Kəndinizdə hansısa bir
din adamını müqəddəs saya bilərsiniz. Mən də deyək ki, Axundovu müqəddəs saya bilərəm, Mirzə Cəlili müqəddəs saya. Mənim üçün toxunulmaz odursa, sənin üçün odur. Biz yəni xristianlarda olduğu kimi kimisə kilsənin qərarı ilə müqəddəs elan eləmirik ki, bizdə sadəcə subyektiv insan dəyərlərindəsi var. Amma mən hesab edirəm ki, biz daha çox bu müzakirəyə yönəlməliyik və yaradıcı insanın düşüncəsini ortadan qaldıra biləcək məhdudiyyətlərə münasibətimizi ortaya qoymalıyıq. Baxın, bir teatrda bir baş verən proseslərə baxın. Teatrın rəhbərindən hansısa bir şəkildə rol alma davası aparıla bilər. Yaxud da idarə etmədən narazılıq bildirilə bilər. Amma şəhidlik üzərindən bir manipulyasiya edilərək bir, deyək ki, idarə rəhbərini, müəssisə rəhbərini, yaradıcı şəxsi şəhidlərə hörmət etməməkdə suçlamaq. Bu nə deməkdir? Bu subyektiv dəyərləndirmə ilə cəmiyyəti qıcıqlandırmaq üçün hansı yollar seçilir? Və ona görə də mən hesab edirəm ki, yaradıcı həyatımızda qısırlaşma, yaradıcı həyatımızda bu məhdudiyyət, göz qorxutma Azərbaycanın gələcəyi üçün ən böyük təhlükələrdən biridir. Yoxsa çünki vergidə bu baş verdi, tikintidə negativ var. Rəsmi yoxsa bu məhəllə? Qeyri-rəsmi. Dövlət də bu məsələdə mütləq müdafiə eləməlidir yaradıcı şəxsləri. Dövlət onun arxasında durmalıdır. Söhbət nədən gedir? Söhbət mehriban. Qısa metrajlı film çəkilir. Təxminən mən də bilirəm. Bu filmi Buzovna çəkir, bir sakinlərindən kəndin bağlı. adını çəkib. Başa düşdüm, olmaya bilər orada da. Amma bu formada bir yaradıcı adamların hansısa bir şəkildə təzyiq altında saxlanması, bu yanlış bir şeydir. Hansısa bir, deyək ki, Sabirabaddan, Naxçıvandan, hardansa bir negativ bir şey verilir. O təzyiq belə... Fiziki təzyiq olub və onlar qorxularından sonra bığlarını və saqqallarını qırxıblar, sonra da həmin yaradıcı üçün filmi siliblər. Bu artıq Azərbaycan cəmiyyətində dünyəvi dövlətin instinktinin zəifləməsi deməkdir. Və dünyəvi dövlətdə sərbəst fikir azadlığı, konstitusiyada nəzərdə tutulan insan azadlığı, insanın öz demək, yaradıcı baxışlarını ortaya qoyma azadlığına qarşı böyük bir təhdiddir. Və o baxımdan mən göstərirəm ki, nədənsə narazı ola bilərsən, nə hansısa bu orada hüquq mühafizə orqanlarına şikayət edə bilərsən. Amma bu formada insanların hansısa bir şeirə görə, hansısa bir əsərə görə, hansısa bir tarixi araşdırmaya görə bir yaradıcı insanları linç etməsi, bu Axundovun beşikdə öldürülməsi deməkdir. Mirzə Cəlilin beşikdə boğulması deməkdir. Sabah yetişməyən bir düşüncə adamının yoxluğu məhvi deməkdir. Və bu baxımdan mən hesab edirəm ki, bu cür ifşa, nəsə, hansısa bir proses, saxta diplom, indi məsələn deyir saxta diplom məsələsi deyək, birinci dəfə deyil ki, ortaya çıxır. Saxta elmlər doktoru, elmlər namizədi, bu cəmiyyətdə bilinən şeydir, plagiat elmi əsərlər, bu bilinən şeylərdir. Bunlar, yəni bu var, vicdanlı elm adamı da var, deyək ki, heç nədən hansısa bir yollarla müdafiə edən insanlar var. Ali məktəblərə demək, hansısa bir şəkildə daxil olub diplom alanlar var. Bunlar hamısı var onsuz da cəmiyyətdə. O Şəruli İsfəndiyar dedi, demədi, bunu o qədər deyək bir yenilik deyil ki. Və bunların qarşısını almaq üçün də müəyyən cəhdlər göstərilir, müəyyən işlər görülür, amma görülməlidir də bundan sonra. Əsas bizi narahat edən Azərbaycan kimi bir cəmiyyətdə, müstəqilliyin təzə qazanmış bir cəmiyyətdə yaradıcı elitanın söndürülməsidir. Yaradıcı düşüncənin buxovlanmasıdır. Və biz əgər sabahları belə eləsək, normal bir film çəkə bilməyəcəyik. Normal bir yazarımız bir əsər yaza bilməyəcək qorxudan. Və özünü də müdafiə eləmə xarakteri olmayan yaradıcı adamlarda da qınayıram mən. Hər kəs öz yazdığının arxasında durmağı bacarmalıdır. Çünki sən cəsursansa, sən cəmiyyətdə bir var mühiti qoruyursan, yüz minlərlə, milyonlarla adam mühiti qoruyur. Amma cəmiyyətin içində 5 nəfər çıxır, deyir ki, mən bu cəmiyyətdə olan bu negativləri dəyişmək istəyirəm. Baxış bucağını dəyişmək istəyirəm. Hansısa bir reallığı göstərmək istəyirəm. Məyər ölkədə əxlaqsızlıq yoxdur? Məyər ölkədə deyək ki, hansısa bir şəkildə insanların bayağı həyatı TikTokda falan da gündə görmürük? Bunu ifşa eləyəndə demək, kiminsə xoşuna gəlməyəcək deyə linç eləyəcək yaradıcı adamı. Məncə Şəruli İsfəndiyar məsələsindən daha faciəli məsələ budur. Və bir də baxın, bir teleaparıcı da bir fikir səsləndirmişdi. Məsələn, hamı gəldi bir teleaparatın üstünə. Qardaş, bu savadsızlıqdır da böyük əksəriyyət. Təhsil problemidir da. Təhsilin vəziyyəti ona gətirib çıxarıb ki, sənin üzə çıxardığın teleaparıcı belə fikrini doğru ifadə eləyə bilmir. Milyonlarla Azərbaycan uşağı fikrini normal ifadə eləyə bilmir. Bir esse yazma qabiliyyətinə sahib deyil, mütaliə eləmir. Ya biz bunun üzərində, qlobal problem üzərinə yönəlsək məncə,
daha doğru cəmiyyətə mesaj yaxud da düşüncə aşılamış olar.